Bir nəfər məsələn dükanda işləyirsən, bir şey satırsan, görürsən bir nəfər uşağının əlindən tutub gəlir, baxır, ala bilmir. Hiss edirsən ki, baxır, ala bilmir. Hanı belə müsəlmanlar ki, çıxarda deyir ki, bunu ehsan elədim sənə, götür, pulu da lazımdır. Elə bilir ziyan eləyəcək, valla neçə qatını Allah yetirəcək. Amma ondan bundan əsirgəməklə elə bir yerə sərf eləyəcəksən ki, axırda ziyan sənin olacaq. Müsəlmançılıq belə şeylərdir, yoxsa elə namaz qılıb, dua oxuyub, oruç tutmaqdır. İmam Allahdan bunu istəyir ki, mən insanlara faydalı olum, cəmaatın dərdinə dərman eləyim. Əlimdən gəlsə, imkanım varsa pulla. Pulum yoxdur, bir gedirəm, bir görürəm, biri yorulub, 30 durum maşınına ona aparım. Bir nəfər yol keçir, əlində yük var, yükü götürüm, əlindən aparım. Bir nəfərin gözü görmür, əlindən tutum, yol keçirdim. Nə ilənsə insanlara xeyir verim. Heç nə əlimdən gəlmir, dua eləyim.